Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Əsl sevən xanımın maddi bir şey istəməsi ilə, yəni kişidən, yalandan saxta sevən və yaxud da istifadəçi bir xanımın kişidən maddi bir şey istəməsi arasındakı fərq nədir? Baxın, əsl sevən xanım öz sevgilisindən, yəni bəydən nəsə bir şey maddi cəhətdən istərkən çox ölçülü və ehtiyatlı davranır və daxilində də günahkarlıq duyğusu hiss eləyir. Və kişini birbaşa olaraq dəyərli olaraq görür. Bunu ölçülü eləyir. Çox vaxtda ancaq ehtiyacı olanda bunu eləyir. Yəni bıçaq sümüyə dirənəndə. Qalan şeydə bütün maddi məsələlərə ehtiyac duymur və bunlar haqqında da danışmır. Lakin istifadə edən, saxta sevgisi olan xanım isə kişidən nəsə bir şeyi istəyəndə bunu öz haqqı olaraq görür. İnsan ki bir şeyi öz haqqı olaraq gördü, o faktiki olaraq dəyərli olmur. Kişi belə anda kişi qadının gözündə dəyərli yox, faydalı bir obyektə çevrilir. Bunun misallarını bir balaca genişləndirək ki, fərq nədir? Əsl sevən xanım bir kişi ilə istənilən şəraitdə vaxt keçirə bilir. Yəni, istənilən şəraitdə onunla ünsiyyət bu qadına maraqlıdır. Sadəcə kişinin varlığı bəs eləyir. Adi çöldə gəzmək. Lap narahat bir yerdə insanların arasında gəzib söhbət eləmək. Sadəcə varlığı bəs eləyir. Lakin istifadəçi insan isə, ya istifadəçi xanım isə daimi kişini haralarasa dəvət edir, təşvik edir. Ya gedək çay içək, ya gedək yemək yeyək, gəl gedək məsəl üçün McDonald's-a. Yəni, ortada konkret olaraq maddi cəhətdən nəsə bir şey varsa, fayda varsa, orada münasibət daha yaxşı alınır. Yəni, bax, fərq budur. Mən demirəm ki, kişi qadınını heç bir yerə aparmamalıdır. Aparmalıdır, bu onun özünün centilmenliyidir. Yəni, bu onun özünün səxavətliyidir. Bu başqa bir məsələdir. Yəni, əsl sevən qadın fərqi yoxdur. Heç bir şey etmədən də öz sevgilisi ilə çox rahatdır. Söhbət eləməkdən zövq alır. Onun varlığı ilə fəxr edir. Onun varlığı sadəcə bu xanıma dəyərlidir. Lakin saxta sevən xanım isə yalnız hər hansı bir şərait varkən, başa düşürsünüz, münasibəti davam etdirməyə meyilli olur. Deyək ki, yaxşı yemək yeyəndə, hansısa diskotekada yaxşı əylənəndə, hansısa istirahət mərkəzində mütləq arada bir vasitə vardır. Yəni, bu məsələləri anlamaq lazımdır. Ona görə bu xanım sizi həqiqi sevir və yaxud da sevmir məsələlərini test etmək istəyirsinizsə, yəni test eləməklərin yolları çoxdur, nə qədər istəyirsiniz var. Sadəcə onlardan da biri budur. Baxın, görün, sadəcə sizin varlığınız ona zövq gətirirmi? Sizi dinləyirmi? Anlamağa çalışırmı? Sizi görəndə məst olurmu? Gözləri parıldayırmı? Bax, bunlara baxmaq lazımdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.